bu pul qazanmaq məsələsi ki var, əvvəl gərək iqtisadiyyatı biləsən. O, ailədə də elədir, devlətdə də elədir, hər yerdə indi ona mən sual verəcəm. İndi mən nəyi deyirəm sizə? Bax, deyirsiniz ki, bu dediniz zərziba. Zərziba. Məsələn, zərzibanı elə özünüz taxırsınız. Mən də taxıram. Mən də taxıram. İndi qulaq asın, məndə biraz zərziba azdır, sizdə lap çoxdur. Çünki hamısı qiymətli daş-qaşlardır. İndi demək istəyirsiniz ki, yəni bu zərziba sizin yanınızda heç, yəni siz doğrudan da sizin əlinizdə. Yox, bunu taxan oğlan, da yaxşı görükür. Yox, bunu taxan oğlan da, taxan qadın da, mən sizə dedim ki, gərək daxilən zəngin olsun. Bəli. İndi mən də onun üçün deyirəm ki, yəni bu sözü özünüzə aid edirsiniz də, yəni daxiliniz zəngindir sizin də. Sizə bunun şübhəniz var? Mənim şübhəm yoxdur. Olmasın şübhəniz. Mənim şübhəm yoxdur. Şübhəm olmuş olsaydı, mən bu sualı sizə verməzdim. Mən verilişə gəlmişəm, indi bax deyərsiniz belə, yəni qoy... Siz hansı saatla işləyirsiniz ümumiyyətlə? Hansı vaxtla işləyirsiniz? Amerika vaxtı ilə, Rusiya vaxtı ilə, ondan sonra Azərbaycan vaxtı ilə. Mən sizə bir söz söyləyeyim, İlhan bəy. Moskva vaxtı ilə. İlhan bəy, mən qəlbimin saatı ilə işləyirəm, ancaq sizə bir şey deyəcəm. Baxın, sizin orada 1, 2, 3, 4, 5, 6 ölkənin vaxtını göstərən bir saat var. Mən də bilmək istəyirəm hansı saatla işləyirsiniz. Ona görə də bir saat gecikdiniz verilişə. Bilməm, Moskva vaxtı ilə gəldiniz yoxsa? Mən bilməm, bunu efirə verəcəklər, verməyəcəklər. İndi onu senari müəllifi bilər, rejissor bilər. Ancaq siz mənə çox qəliz sual verdiniz və verilişə gəlmişsiniz, görürəm ki, saatınız yoxdur. Mənim qəşək qolbaqlarım var. Yox, o qolbağın birini çıxardarsınız bundan sonra. Bu saatı mən, bilmək olmaz, bəlkə də bu mənim axırıncı verilişimdir. Allah eləməsin. Birisi yox, insanıq da, çünki mənim qəlbimdən keçdi bu. Mən bu saatı hədiyyə eləyirəm sənə. Cavaşı mən aparıcıyam, o qiymətli şeyi mən heç vaxt götürmərəm. Mən xahiş eləyirəm bunu. Bir də gördün ki, qoy sənət adamıyam da, qoy məndən yadigar qalsın. Mənim evimdə mənə yadigar qalan Məmməd Bağırdan bir-iki şey var. Bir də saatdır. Onun heç oğlu da bilmir. Ancaq bilirsiniz nətərdir? Bu diskdir, nə bilim, başqa-başqa şey, köynəkdir, nə bilim, nədir, bunlar xarab olub gedir. Bunu gələcəkdə siz... Allah qismət eləsin, məndən biraz yaşda siz kiçik olarsınız. Biraz yox, çox yaşda kiçiyəm. Yox, çox da elə qocatma məni. Mən xahiş edirəm, bundan sonra verilişə gələndə o qolbağın yerinə bu saatı taxıb gələrsiniz. Gedəndən sonra açıb qoyarsınız. Siz elə söz deyirsiniz ki, yox, mən kişi kimi söhbət edirəm. Sənətkardan düzdür, hədiyyə gözəldir, amma bu böyüklükdə hədiyyə... Qoy olsun da, neynə? Bu, dediniz 6 dənə burada ölkənin saatı var. Qoy bu 6 ölkənin saatı bundan sonra sənə baxsın, mənə yox. Halal xoşun olsun. Çox sağ olun. Halal xoşun olsun, narahat olma. Narahat olma. Əgər bunu bilirsiniz nətərdir? Dediniz, bayaq məndən belə bir söz çıxdı qəlbimdən gəlir ki, insan gəlir daxilən zəngin olsun. Onda özünüz zəhvət olmaqsa bağlayın bunu. Bilirəm ki, çox yerlərdə... Bilirsiniz nətərdir? Sizə hədiyyələr çox olub. Bəli. Özdə mən o hədiyyələri də görmüşəm, ancaq ki, mən xahiş edirəm, o saat qədər sizin ömrünüz olsun. Çox sağ olun, minnətdarım. Və birdən haçansa mən olmadımsa, Allah eləməsin. Mənim haqqımda bir veriliş verəndə o saatı taxıb Allah eləməsin və mən də sizə çox sağ olun deyirəm və inanın ki, əgər mənim darlığım da olsa, bunun bir qaşını da satmaram ki, bu Cavanşir Məmmədovna mənə hədiyyədir. Çox sağ olun ki, belə böyük hədiyyəni mənə ikinci adam hədiyyə verir. Çox sağ olun, minnətdaram. Əziz qardaşım, çox sağ olun. Halallıqla deyirəm ki, bilirsən nəyə görə, sən çox zəngin adamsın. Çox sağ olun. O zənginlik var dövlətlə verilmir ki insana. Çox sağ olun. O zənginlik ona görə verilir ki, sən Space kanalına sadiqsən, neçə illərdir çalışırsan. Bizim çox hörmətli, dünya səviyyəli rejissorumuz Vaqif müəllim hər adamı saxlamır yanında. O çox zərgərdən də dəqiq adamdır. Mən bir dənə söz demək istəyirəm, mən çox filmlərə baxıram. Ancaq Vaqif müəllim çəkdiyi filmlər tamamilə başqa bir. Hər dəqiqəsində həyəcan var. Çox sağ olun. Ona görə də zərin qədrini bilir də. Çox sağ olun, siz də bildiniz, minnətdaram sizə. Bu mənim ən böyük, doğrudan da gözləməzdim belə bir böyük hədiyyəni, amma mən sizdən çox-çox razıyam. Allah da sizə, yəni Allah mənə möhlət versin ki, sizin inşallah bir doğum gününüzdə mən də ora bir necə lazımdır gəlir.